Zəbur 73-cü məzmur. Asəfin məzmuru. Doğrudan da İsrail üçün, ürəyi təmiz olanlar üçün Allah xeyirxahdır. Amma mənim ayaqlarım az qala büdrəmişdi. Addımlarım məni yıxmışdı. Pislərin firavanlığını görərkən bu məğrurlara həsəd aparırdım. Ölənədək onların ağrıları yoxdur, vücudları ətə-cana gəlib. Onlar başqaları kimi dərdə düşməzlər, əzab çəkməzlər. Çünki təkəbbür onlar üçün boyunbağı kimidir. Zorakılıq libas kimi əyinlərini örtür. Köklükdən gözləri dombalıb çıxır. Qəlblərinin pis məqsədləri aşıb daşır. Pis niyyətli sözləri ilə insanlara istehza eləyirlər. Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər. Ağızlarını göylərin əleyhinə açırlar. Dillərinin sözləri dünyanı gəzib dolaşır. Ona görə bütün xalq onların tərəfinə keçir. Sözlərini axıradək su kimi içir. Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq Taala bundan necə xəbərdar olacaq? Belədir pis adamlar. Daim arxayındılar, var dövlət artırırlar. Məyər mən boş yerə qəlbimi təmizləmişdim, günahsızlıq içində əllərimi yumuşdum? Həmişə əziyyətə düşürəm, hər səhər töhmətə rast gəlirəm. Əgər qoy mən də belə danışım deyə düşünsəydim, sənin övladlarına xəyanət eləyərdim. Bunu anlamaq üçün düşünəndə çətin bir iş kimi gözümə durdu. Yalnız Allahın müqəddəs məkanına girərkən onların aqibətini dərk elədim. Doğrudan da onları sürüşkən yerə qoymusan, onları məhvə yuvarlayırsan. Onlar bir anda yox olacaqlar, dəhşət içində itib batacaqlar. Yuxudan aylanda röyalar unudular. Ey Xudavənd, sənin oyanışınla bu adamlar boş sayılacaq. O vaxt könlüm zəhərlənmişdi. Qəlbim dəli deşik olmuşdu. Necə axmaq idim, dərrakəm yox idi. Qarşında sanki bir heyvan idim. Amma daim səndən olmuşam. Mənim sağ əlimdən tutmusan. Nəsiyyətinlə mənə yol göstərirsən, sonra məni şərəfə çatdıracaqsan. Göylərdə səndən başqa kimin var? Yer üzündə də səndən başqa heç nə istəmirəm. Cismim və ürəyim taqətdən düşsə belə, daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən. Budur, səndən uzaq düşənlər məhv olurlar. Sənə xəyanət eləyənləri yox eləyirsən. Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır. Xudavənd Rəbbə pənah gətirmişəm. Ona görə bütün işlərini hamıya çatdıracağam.